Salam aleyküm. Bu günləri sizə Sumqayıtda Xəzər bağlarında tikdiyim axırıncı manqal kompleksini təqdim eləmək istəyirəm sizə. Bu modelimiz də başqa modellərimizdən seçilir. Tamam yeni elementlərdən, detallardan istifadə eləmişik. Yeni bir dizaynla yenə də sizin qarşınıza çıxmışıq. Deməli, manqal kompleksimiz bu da 6 metr məsafədə tikilib. Başda soyuducunun yerini saxlamışıq, 70 santi. Deməli, qaz peçindən, moykadan, 2 dənə işçi stoldan, 17 şişlik manqaldan və aşağısında da 60-ın 70-ə kürədən ibarətdir işimiz. Deməli, bu kürəmiz də yenə də qapısı hava klapanından qoyulub, şüşəsini hələ qoymamışıq, sonra qoyacağıq və termometrimiz qoyulub buna. Və yenə də öz eksklüziv zadviçkamızı qoymuşuq bu kürəyə də. Deməli, manqalımız yenə də 2 cərgə şiş üçün profillər qoyulub, təmin olunub buna. Bunun məqsədi həm saç qoymaq, həm qazan qoymaq, həm də ikinci cərgə şişləri düzmək mümkündür buna. 17 aşağı, 17 şişdə yuxarı. Lazım olmayanda da profillər yığılır və adi qaydada işlənir. Əlavə sep və yaxud da qarmaq qoymuşuq ki, buna əfqan qazan deyirlər, qazan asmaq üçün və yaxud da ət asmaq üçün istifadə olunsun. Əlavə, deməli, işıq çəkilib manqalın içinə 200 wattlıq iliç lampası qoyulub. Manqalın başına da 500'lik deflektor qoymuşuq. Əlavə, deməli, bunun içinə qaz çəkiləcək, həm deməli, odunu alışdırmaq üçün və yaxud da sac işlənəndə sacın altında yandırmaq üçün həm də qaz çəkilməlidir buna. Qazın yeri qoyulub. İnşallah ki, hələ çəkilməyib qaz. Deməli, kürəmiz də həm qazla, həm də odunla işləyəcək. Deməli, manqal kompleksimiz hələ qraniti, kabançiki qoyulmayıb. Deməli, şkafların aşağısında hamısına polkalar qoymuşuq. Qabağına, deməli, qapılar qoyulacaq inşallah. Taxtadan və yaxud da plastikdən və yaxud da mebel qapılar. Müştərinin istəyinə uyğun. Ümumiyyətlə, deməli, kamin manqal ustaları 2 qismə bölünürlər. Bu işə sənət kimi baxanlar və incə sənət kimi baxanlar. Biz çalışırıq bu işə incə sənət kimi baxaq. Və xahiş edirəm müştərilərimizdən incə sənəti sənətdən seçə bilən müştərilər zəng eləsin. Kimə belə gözəl, belə dizaynda, bundan da gözəl işlər kimə lazımdırsa, profildə nömrəmizə zəng eləyib müraciət edə bilərlər. Deməli, müştərinin öz istəyinə uyğun, istənilən dizaynda işi layihə şəklində işləyib, ondan sonra da yenidən bundan da gözəl şəkildə həyata keçirə bilərik inşallah.